Yuxular üç növdür. Birinci Allah'tan gelen doğru yuxu, salih yuxu, sadiq yuxu. İkincisi insanın öz düşüncelerinden veya özünden qaynaqlanan yuxular. Üçüncüsü şeytandan gelen qorxulu ve vesveseli yuxular. Birinci yuxu, doğru yuxular, yani sadiq yuxular. Bunlar qarışıq olmayan, aydın mənalı yuxulardır. Bu yuxular adətən gələcəkdə baş verəcək hadisələr göstərir və müsbət mənalıdır. Diqqətli olun. Və müsbət mənalıdır. Yəni gözəl yuxudur. Başına bir gözəl hadisə gələcək. Evlilik, iş, biznes, yaxşı insan, salih insan. Yəni gözəl olacaq həyatın. Evladın dünyaya gələcək. İşində uğur qazanacaqsan. Yəni gələcəkdə baş verəcək hadisələri göstərir və müsbət mənalı yuxular. İkinci, diqqətli olun, nəfsdən gələn yuxular. İnsan nəfsinə bağlı. Bunlar insanın düşüncələrindən və ya gündəlik həyatında baş verən hadisələrin təzahürüdür. Bu yuxular adətən arzu və istəklər, qorxular və ya da gündəlik qayğıların əksidir. Belə yuxulara təfsir verilməməli, yozulmamalı. Çünki onlar məna daşımır. Düşünür bir şey haqqında, düşünür, bir yemək haqqında düşünür, yatır. Gecə restoran görür. Acıydın, yemək haqqında düşündün, restoran gördün. Yeməyi yeyirsən. Bunu yoz, bu yuxu yozulmaz. Üçüncü yuxu şeytani röyalar. Bu şeytanın yaratdığı insanı kədərləndirmək, qorxutmaq, narahat etmə məqsədini güdür. Əgər o yuxu səni kədərləndirirsə, qorxudursa, narahat edirsə, bu şeytani yuxudur, bu yozulmaz. Açıq-aşkar. Bunu bildinsə, diğer yuxular açıq biləcəksən. Baxın, bu yuxunu danışmaq da olmaz. İnsanların çoxu pis yuxu görür, qorxulu yuxu görür, vəsvəsəli yuxu görür, onu yozur, başına bəla gəlir. Açır interneti, yozur, başına bəla gəlir.